4 aydır bütün dünya Azərbaycanlı gimnast Tofiq Əliyevin üçlü vint, üçlü salto belə deyim fəndindən danışır. Tofiq, yormayıblar səni bu internetdə bu söhbətlər? Yox, əlbəttə, ikisinə xoşbəxt eləyir. Bu qədər paylaşılmağı, bu qədər diqqət cəlb eləməyi. Let's go, let's go. Səncə Azərbaycanın qüvvəsi nədədir ki, 2 ildir ki, 2 dalbadal dünya çempionatıdır ki, Azərbaycan milli komandası birinci yeri tutur? Məncə, komanda yoldaşlarımla bir-birimizi tamamlayırıq. 2 ildir həm dünya, həm Avropa çempionatında qızıl medal qazanırıq. 2 dünya çempionatında qızıl və Avropa çempionu olmuşuq 2024-cü ildə. Adil Hüseynzadə, Azərbaycanın tumbling qələbələrinin belə deyib banisi. Adil müəllim, sizi çox tərifləyəndə nəsə dəyişilir idmançılarda, yoxsa yox? Mənim cavabım bizim işimizdir. Yarışı gedib, yarışdan nəticə gətirir, medal gətirir. Çalışaq ki, o medallar qızıl olsun. Xarici komandalar, məsələn bizim əsas rəqibləri götürürdü, Amerika ikinci yeri tutan. Gəlib bizim idmançılarla maraqlanırmı ki, bunlar nə yeyirlər, bunlar necə məşq edirlər, bunlar nə edirlər ki, bunlar balaca ölkə Azərbaycan gəlib Amerikanı udur. Cəmaət elə bilir ki, bizdə bir 1000, 2000, 5000 idmançı var tumbling üzrə. Mən onlara deyəndə ki, bizim bir dənə balaca sport şkolumuz var, inanmırlar. Bəs sizin vaxtilə işlədiyiniz Cənubi Afrika Respublikasından kimsə sizi xatırlayırmı? Tez-tez yazırlar. Əgər Facebook'a baxsaz, yazırlar ki, Nə vaxt qaydacaqsınız? we miss you, haçan qaydırsan. Yox. Siz də onlara əl eləyin, deyin ki, yox, mənə Azərbaycana lazımam. Çox komandalar bizim zalımıza, bizi ilə məşq eləmək istəyirlər. Milli komandanın 2 qat dünya çempionu Adil Hacızadə. Tofiqi və Mixaili keçmək üçün sənə nə lazımdır? Tofiqə Mixaili keçmək üçün mənə çətinlik lazımdır. Hərəkətin çətinliyi və təmizliyi əlbəttə. Onu kim sənə verməlidir? Məşqçi yoxsa özün? Məşqçi bir yerədək verir, ondan sonra insan özü gərək çalışsın bunu icra eləmək üçün. Əlbəttə ki, məşqçi də lazımdır, özündə.